Dostlar, anons etdik az öncə bağlantımız var. Mövzu nədir? Bu haqda danışacağıq. Sərdar Qılıcdandır mövzu. Əziz tamaşaçılar, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə onun İrəvandakı açıqlamaları, bir neçə gün əvvəl İrəvanda deməli Türkiyə bayrağını, dövlət bayrağını yandırılan bir məkanda, bir məmləkətdə mən burada özümü evimdəki kimi hiss edirəm və ümumiyyətlə bugün Türkiyənin siyasətinə, Erdoğan siyasətinə zidd olaraq bəzi açıqlamalar verməsi və bu açıqlamalarla, yəni insan elə belə qonaq deyil, gəlib, yəni hansısa bir toy məclisində oturmur, bu kifayət qədər ciddi bir zirvə toplantısı olub və belə açıqlamalar verməsi, yəni bu yerə göyə sığmayan bir məsələdir, siyasi müstəvidə bizi buna baxsaq. Və Elçin Mirzəbəli, milletvəkili bizimlə birbaşa bağlantıda da. Elçin bəy, sabahınız xeyir. Xoş gördük. Sərdarvari açıqlamaları oxuduk, yəqin ki. Sərdarvari açıqlamaları yəqin ki oxuduz, biz də tanışıq. Yəni, təbii normallaşma gözəl şeydir, sülh əladır. Biz artıq bunun nümunəsini regiona göstərməkdəyik və ən ehtiyac olduğu, dünyanın belə sülh ehtiyac olduğu məqamda göstərməkdəyik və nümunəyik. Amma yəni bu açıqlamaların bu cür ifrat, erməni təəssübkeşliyi və hətta anti-Türkiyə səviyyəsində olmasının səbəbləri nələrdir? Yəni bu dırnaqarası psevdo-mehribanlığın kökündə nə yatır? Və ümumiyyətlə bir ölkəyə, xüsusilə hansıyla ki diplomatik əlaqələr rəsmən yoxdur və orada getmək o deməli başın üzərində hər bir ifadə o qılınca çevrilə bilər prinsipinə məhəl qoymayan bir insanın bu açıqlaması doğrudan da yəni nədir bu? Yəni buna nə ad vermək olar? Evvela qeyd edeyim ki, Sərdar Qılıç təsadüfi şəxs deyil, uzun illər boyu Türkiyənin xarici siyasətində önəmli yerə malik olan bir şəxs olub. Amerika Birləşmiş Ştatlarında, Yaponiyada Türkiyənin səfiri olub ən kritik dönəmlərdə. Amma görünür, vaxtilə Əhməd Davutoğlu'nun komandasında, futbol diplomatiyasında, sülh protokollarının ərsəyə gəlməsində oynadığı fəal rol ona yenidən təsir göstərib və İrəvanda olduğu zaman keçmiş yaddaşı oyanıb və vaxtilə Los Angeles'də, Beyrutda erməni diasporunun nümayəndələri ilə yaxından əməkdaşlıq etməsində xatırıb. Doğrudan onun əməkdaşlığın nəticə etibarilə qardaş Türkiyəni ünvanlanmış iddiaların sıradan çıxmasına zəmin yaratmayıb. Onun ifadələrində maraqlı detallar vardı. Bu detallardan biri də Ruben Rubenyana, yəni Ermənistan parlamentinin sədr müavininə ünvanlanmış bir mesaj idi. Bəyan edirdi ki, onunla eyni mədəniyyətin daşıyıcısıdır. Yəni mahiyyət etibarı o deməkdir ki, əgər o Ruben Rubenyanla eyni mədəniyyətin daşıyıcısıdırsa, o faktiki olaraq nə bizimlə, nə də Türkiyə ilə eyni mədəniyyətin daşıyıcısı ola bilməz. Çünki Ruben Rubenyan vaxtilə məhz bu Grand Dinka olaylarından sonraki zaman kəsiyində o fondun deməli bilavasitə dəstəyi ilə Sabancı Universitetində bir araşdırma aparmışdı. Elə Türkiyənin əleyhinə ola bilsin ki, həmin zaman kəsiyində də onun Sərdar Qılıçla münasibətləri yaranıb və artıq İrəvanda olarkən bu yanaşma tərzi yenidən ortaya çıxıb. Sözün doğrusu təbii ki, təsir doğuran bir ifadələrdir, yanaşmalardır və Türk diplomatına yaraşmayan, sanki günahkarlıq sindromundan doğan bir ifadələrdir. Bir ölkədə sənin bayrağını yandırırlarsa, sən o ölkəyə mən öz evimdəyəm deyə bilməzsən, prinsipi etibarilə bu yanaşmanın özü belə indiki şəraitdə nə Türkiyənin qüruruna, nə Türkiyənin ucalardan uca bayrağına, heç bayrağının kölgəsinə belə yaraşmayan ifadələrdir. Eyni zamanda qənaətimə görə Türkiyənin ümumiyyətlə siyasi kursuna
zidd olan bir yanaşmadır. Çünkü Türkiye'nin prezidenti hörmətli Recep Tayyip Erdoğan her zaman beyan edir ki Ermənistanla normallaşma prosesi Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir və nəticə etibarilə hər şey Ermənistanın sərgilədiyi davranışlardan asılıdır. Digər bir fakta da diqqət çəkim. Ermənistanın müstəqillik bəyannaməsində Türkiye'ye ərazi iddiaları ileri sürülür. Konstitusiyada da faktiki olarak ona istinad var. Aynı zamanda bu ülkenin konstitusiyasında hələ də Gerb bölməsində Türkiye'nin Ağrı Dağı, Erməni Dağı kimi Ermənistanın faktiki olarak simvolu kimi təqdim olunmaktadır. Qənaətimə görə eğer Serdar Kılıç bu problemlerin aradan kaldırılmasını öne çekseydi ve qeyd etseydi ki bu yanaşmalar, kanunsuz ərazi iddiaları, saxta faktlara, ideoloji faktlara söykenen hiçbir esası olmayan iddialar Türkiye-Ermənistan münasibətlərinin normallaşmasına, bütövlükdə regionda sülhü ve təhlükəsizliyin təmin olunmasına maniye yaradan faktorlardır. Tabii ki o zaman bu artık Türk diplomatının seslendirdiği mülahəzələr, fikirlər olardı. Ama indi gözümüzün önünde aslında Ruben Rubenyan'ın ve Erməni diasporunun faktik olarak tezisleriyle danışan bir şəxsin çıxış ettiğini şahit olduk. Aydındır, Elçin bəy. Yəqin ki, rəsmi Türkiyədə artıq buna reaksiya verəcək. Çünki belə məsələdə çox çevikdir Türkiyə diplomatiyası eyni zamanda. Onlar da Ermənistanla münasibətləri həmişə, belə deyək ki, məsafəli hardasa davranışlar olub və bunun da obyektiv səbəbləri var. Çünki olmayan bir soyqırım məsələsini hər il gündəmə gətirirlər. Yəni özdə münasibətlərin pis yaxşı olmasından asılı olmayaraq. Tamamıyla doğrudur. Aslında Serdar Kılıç'ın Amerika Birleşmiş Ştatlarında Türkiye'nin səfirlik kimi fəaliyyətdə olduğu bir zaman kəsiyində baxmayaraq ki, o Erməni diasporu ilə bu məsələlər üzərindən ünsiyyət qurmağa çalışırdı və həmin zaman kəsiyində də qardaş Türkiyəni qondarma soyqırımının həyata keçirilməsində ittiham edirdilər və bu proses eyni zamanda onun Beyrutda Erməni diasporu ilə aparıldığı danışıqlar zamanında özünün effektif nəticəsini verməyib. Yəni Serdar Kılıç faktiki olarak fəaliyyəti dövründə Türkiye'nin siyasetine, diplomatik korpusunun bütövlükdə həyata keçirdiyi siyasete uğur getiren bir adım olmuyor ve nəticə etibarilə baxmayaraq ki, Əhməd Davutoğlu eyni zamanda vaxtilə Azərbaycana düşmən kəsilən Əhməd Ünal Çeviköz, Serdar Kılıçla bağlı tamamilə fərqli fikirlər söylüyorlar ve onlar birlikte müəyyən bir zaman kəsiyində də çalışıblar. Düşüncelerinde de olabilsin ki, üst-üstə düşən məqamlar var, ama biz gözümüzün önünde bir daha qeyd edirəm ki, tamamilə Türkiye'nin maraqlarına, regiondaki maraqlarına, global miqyasda yürütdüyü siyasete uygun gelmeyen, Türkiye diplomatiyasının mahiyyətinə uygun gelmeyen bir yanaşmanın sərgiləndiyi şahidi olduk. Diğer bir məqamda xüsusi diqqət çəkmək istəyirəm. Bu yanaşma tərzi bütövlükdə Azərbaycanla Türkiyə münasibətlərinə və eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sazişlərə, həmçinin Şuşa bəyannaməsinin prinsiplərinə ziddir. Çünki Şuşa bəyannaməsində açıq şəkildə xarici siyasətlə bağlı məqamların uzlaşdırılmasını və eyni zamanda bu istiqamətdə bütün məqamlarda faktiki olarak məsləhətləşmələrin aparılmasını zəruri eden bir müddalar var. Baxımdan da yanaşmanın özü belə indiki şəraitdə həm Azərbaycan-Türkiyə münasibətlərinə, həm də iki ölkənin bölgədə oynadığı rolun faktiki olarak mahiyyətinə tamamilə ziddir. Teşekkür edirik sizə Elçin bəy. Elçin Mirzəbəyli millət vəkili bizimlə birbaşa bağlantıdaydı.